Artıq biz 30 ildir böyük ölçümlü difuzlu zozdan, urdan əziyyət çəkən pasiyenti gələz ki, əməliyyat razılığına aldı. Bu gün əməliyyata götürülür. Bu görsənən böyük bir ölçülü düyünlərdir. Hər iki fayda böyük bir ölçülü düyünü var. Xəstə nəyə görə artıq əməliyyat qərarını verdi? Çünki xəstə artıq boğulurdu, yəni nəfəs ala bilmirdi, tənginəfəslik əlamətləri var idi. Həm udmada da çətinlikləri var idi. Həm də estetik olaraq artıq bunu daha çox narahat edirdi. Bugün əməliyyat qərarı verdi. İndi isə pasiyenti əməliyyata götürülüb, qalvaşdan əməliyyat, qalxanları və tam çıxarılması. Əməliyyat təbii cərrahi klinikasında icra olunacaq və artıq əməliyyata başlaya bilərik. Əməliyyatımız bitdi. Yəni, əməliyyat zamanında biz böyük bir həcmdə qalxanları xaric etdik. Yəni 30 illik o xəstə bu zordan əziyyət çəkirdi və əməliyyat da neyromonitorla icra olundu. Hər iki tərəfdən qaydan qıtaq siniri qorunuldu və fəaliyyəti normaldır. Allah xəstəmizə şəfa versin. Burada nə xatırlatmaq istərdim, daha doğrusu bildirmək istərdim. Yəni, əgər pasiyentlər sizdə də düyün varsa, vaxtında müraciət edin. Bu vəziyyətə çatdırmayın, biz cərrahlar da başa düşün ki, biz cərrahlar əməliyyat zamanı nə çətinliklər çəkirik. Düzdürmü Aytə xanım? Bəli, əliniz qolunuz var olsun. Məktub patoloji təsdiqlər verir. Sağ olun.